Biz Cəlilabad rayon Sallıq kəndində Vəliyev Asim müəllimi çəkməyə gəlmişik. Asim müəllim, neçə illik pedaqoji fəaliyyətiniz olub? 79-cu ildə elə qurtarmışam, aprelin indi pedaqoji universitetində. Elə o vaxtdan da müəllimlik, pedaqoji fəaliyyətlə məşğulam. Ta 2024-cü ilin iyun 14-nə qədər fəaliyyət göstərmişəm. Təxminən 45 il eləyir. 45 il pedaqoji sahədə çalışmışam. Hansı məktəblərdə və hansı ixtisas üzrə çalışmışsınız? İlk əvvəl Zəhmədabad, qonşu Zəhmədabad kənd orta məktəbində çalışmışam 10 il. Sonra isə Musalı kənd orta məktəbində qalan 35 ilimi öz kəndimizdə işləmişəm. Riyaziyyat müəllimi. Bax, gözəl. Müəllimlik yolunda sizi ən çox sevindirən anlar hansılar olur? Məni ən çox sevindirən anlar ilk dəfə, yəni tələbələrimin universitetə qəbul olduğu anları heç vaxt unutmuram. Elə ən birincisi öz oğlum, böyük oğlum Vəliyev Rəşad idi və onunla bərabər 2 nəfər də kənddən instituta hazırladım mən elə bu məktəbdə. Onlar instituta qəbul haqqında, onların rəsmi sənədi eşidəndə çox sevindim. Bax, gözəl. Bugünün gənc müəllimlərinə və şagirdlərinə tövsiyəniz nədir? Tövsiyəm odur ki, indiki zamanədə təhsilsiz, elmsiz, biliksiz insanların işi çox çətindir. Ona görə birinci növbədə elmlə, savadla irəli getmək mümkündür. Dünya indi savadsızların yeri deyil. Savadın yoxdur, çox pis vəziyyətə düşəcəksən. Hökman bilik almalısan, elm öyrənməlisən. Çox gözəl, çox gözəl. Mənim sizin bu yoldaşınız haqqında da, yoldaşınızın adını istəyərdik bilək. Yoldaşım Vəliyeva Fiqura Nəsir qızıdır. Söz yox, qohumluğumuz çatır, uzaq qohumluğumuz çatır. Məndən 2 yaş kiçikdir. 1960-cı il təvəllüdüdür. Elə o vaxt, yəni müəllim işləyərkən bir-birimizi seçib, sevmişik, evlənmişik. Hələ ki, çox nətər deyirlər, gözəl həyat keçirmişik, mən elə bilirəm. Allah sizə ömür versin. Evladlarınız, neçə evladınız var? 5 evladım var. Dediyim kimi, birinci evladım da mənim sənətimi davam elətdirir. Vəliyev Rəşad. İndi də Bakı şəhər 161 sayılı orta məktəbdə riyaziyyat müəllimi işləyir. Sonra qızım Vəliyeva Günel Astara pedaqoji texnikumunu bitirib, söz yox, öz müəllimlik peşəsini işləyə bilmədi. Yəni, yer olmadı o vaxt. O vaxt test yox idi, elə təyinat mümkün idi, gedirdi. O, Bakı şəhər Emiland tikik fabrikində işləyib uzun müddət. İndi analıq məzuliyyətinə çıxıb hələlik. Sonra ikinci oğlum Vəliyev Şahin, o da coğrafiya müəllimidir. Yəni, mənim sənətimi davam elətdirir. O da öz kəndimizdə işləyib. İndi isə Pirvolni şəhərində, orta məktəbdə direktor müavin vəzifəsinə oraya təyin olunub. Gözəl. Nəvələrinizdən varmı? Nəvələrimiz hələ oxuyan, orta məktəbdə oxuyanlar var. 7-də oxuyur, biri 8-də oxuyur. Yəni, hələ balacadırlar, kiçikdirlər. Liseydə oxuyurlar. Laf gözəl, laf yaxşı. Sizinlə tanışdığımıza çox şadıq. Dəyərli xatirələrinizi bizimlə paylaşdığınız üçün sizə təşəkkür edirik. Sizin həyat yolunuz gənc nəsil üçün böyük örnəkdir. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun.